Soruşurlar ki, təyyarədə namaz necə qılınır? Təyyarədə namaz qılmaq məsələsi orada axtarılır iki şey. Namazın vaxtı və ayaq üstündə qılmaq məsələsi. Təyyarədə namaz qılmaq məsələsində axtarılır iki şey. Ayaq üstündə qılmaq və vaxtı. Ayaq üstündə qılmaq və vaxtı. Nə deməkdir bu söz? Qardaşım, bizə əmr olunub ki, namazı ayaq üstündə qılaq. Bu namazın rukunudur. Qiyam, ayaq üstündə. Nə deməkdir bu? Vacibdir sən ayaq üstündə qılasan. Söhbət fərz namazlarından gedir. Yəni, birdən əgər sən fərz namazını heç bir üzr olmadan, qüdrətin olduğu halda, ayaq üstündə dayanmağa qüdrətin olduğu halda oturaraq qılsan, sənin namazın batildir. Sənin namazın batildir. Söhbət fərz namazından gedir. Çünki nafilə namazını oturaraq qılmaq icazəlidir. Yəni, hər bir şey yaxşıdır. Məsələn, heç ayaq üstündə dayana bilirəm, heç bir xəstəliyim yoxdur, gəzirəm. Fərz namazını oturdum, oturaraq qıldım. Namaz batildir. Olmaz. Qiyam, yəni düz ayaq üstündə durub namaz qılmaq rukundur. Şərtdir ki, sən ayaq üstündə qılasan fərz namazını. Əks halda namazın batildir. İndi təyyarədə necədir? Təyyarədə var bu məsələ, var vaxt məsələsi. Vaxt məsələsi nə yerdədir? Əgər sən təyyarədə olan vaxtı, təyyarədə, göydə olan vaxtı, yerə düşəndə, bilsən ki, yerə düşəndə artıq namazın vaxtı çıxır. Namazın vaxtı çıxır. Namazın vaxtı təyyarədə başlayır və təyyarədə qurtarır. Düzdür? Və sən hələm təyyarədəsən, göydəsən. Düzdür? Yerə düşəndə artıq enəndə. Namazın vaxtı çıxmış olacaq. Deməli, sənə vacibdir ki, namazı vaxtında qılmalısan. Vaxtında da sən göydə olursan. Namazı təyyarədə qılmağın vacibdir. Yox, əgər namazın vaxtı təyyarə enəndə hələm qalıbsa, sən təyyarədə namazı qılmırsan, düşürsən, təyyarə enəndə hələ namazın vaxtı var, çıxmayıb. Düzdür? Zöhrün vaxtı uzanır əsrə kimi, məğribin vaxtı uzanır işaya kimi. Çatanda, yəni səfər hökmündəsən, çatanda hələm vaxtı var, onda gözləyirsən, təyyarə düşəndə namazı qılırsan, hələ vaxtı var. Yox, əgər göydə olanda vaxtı girir və hələm göydəsən uzun yol qət edir və namazın vaxtı çıxır, sən artıq məcbursan ki, namazı vaxtında qılmaq fərzdir, vaxtında qılmaq lazımdır. Düzdür? Sən təyyarədə qılmaq məcburiyyətindəsən. Onda necə qılırsan? Və dedik ki, ayaq üstündə qılmaq lazımdır fərz namazı. Oturaraq qılmaq sayılmır. Sən nə edirsən? Sən həmin vaxtı cəhd edirsən, səy göstərirsən. Yəni, ən azından soruşursan, axtarırsan, çalışırsan ki, ayaq üstündə namaz qılmağa yer tapasan. İndi elə təyyarələr var ki, orada musallə var. Musallə olduğu halda, ayaq üstündə durub namazın qılınması icazəli olduğu halda, fürsət olduğu halda oturaraq qılmaq namaz batildir. Ona görə deyirəm ki, səy göstərirsən, cəhd edirsən, çalışırsan ki, namazı ayaq üstündə qılasan. Yox, əgər imkan olmasa, heç bir imkan yoxdur, səndən asılı deyil, artıq qüdrətindən çıxıb, onda namazı təyyarədə oturulu vəziyyətdə qılırsan. Lakin oturulu vəziyyətdə nə vaxt keçirsən, nə vaxt ki, səy göstərdin, çalışdın, axtardın, istədin, ondan sonra sənin ixtiyarında olmadı, heç cür variant yoxdur, yol yoxdur, onda oturaraq qılırsan, inşallah problem yoxdur. Təyyarədə namaz bu cür qılınır.